Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Qurd qapısının yanındakı işimizdir. Sıfırdan bu təmiri götürmüşük. İnşallah ki, bu da bir obyektimizdir, işləyirik. Burada gördüyümüz işlər, sıvaqlar tam işlənildi. Buranın atapleniya sistemi çəkildi, kollektor sistemi. Buradakı kollektorumuz istipolun kollektorudur. Burada termodatik qoyulubdur. Burada opşu su regulatoru qoyulubdur. Burada ev yəsinin istəyinə uyğun olaraq belə bir filtr qoyulubdur. Burada çöldə isə opşu radiator xəttlərimizin ki, kollektor isə evin opşu radiator xəttlərinin kollektor isə addelini burada qoyulubdur. Belə kombimiz burada olacaq. Bu da opşu radiator xəttlərinin sistemidir. Buradan keçdik içəri və bizim alçıpan işlərimiz də gedir. Alçıpan işlərimizi də görün kimi tapışıq, kimlə işləyirik. Salam Hikmət, necəsən? Nə var, nə yox? Sağ ol. Allah. Bir dənə Hikmət, sən bir şey deyim. Bir dənə sən oradakı o incəlikləri, o Asimanın bizə verdiyi mişin var, təriflədiyi Nova. Bir də onun təriflədiyi Novanı bir dənə göstər, onun bizə verdiyi işi. Allah bir belə tut, bir 2 dənə, 3 dənə işə qoy. Həm özünü sürsən, həm də iki tərəfini çəkir. Həm işini göstər orada lazım. Lazeri düşür, lazeri. Lazerimiz də. Lazerimiz də oradadır. Sənətkarları lazerimiz düşür. Belə. Yorulmayasan qardaş, bir də yorulmayaq, işimiz irəli. Sənlə bir yerdə işləyirik. Şad olduk, sizinlə görüşdük, bir yerdə işləyirik. Mən də şad oldum, var olasın, Allah özümüzü versin. Sağ olun, inşallah. Sağ ol.